Salam, mən Fes Akademinin təlimçisi, eyni zamanda 4-cü siniflər üçün hazırlanmış olan monitoring vəsaitimizin müəllifi Firuzə Hüseynli. Bugün sizə vəsaitimizdən monitoring sınağı 2 izahını bölüşmək istəyirəm və qeyd edim ki, bu izahda Azərbaycan dilinə aid olan ilk 30 sualın izahı olacaq. Vəsaitimiz tamamilə monitoring imtahanına uyğun şəkildə hazırlanmışdı. İlk gördüyünüz kimi 3 sual qrammatikaya əsaslanır. O səbəbdən, yəni mətnlə əlaqəsi yoxdur. Başlayaq birinci sualdan. Bizə deyir ki, aşağıdakı cümlələrin hansında çulunu sudan çıxarmaq frazeoloji birləşməsi düzgün işlənmişdir. Deməli, mən nəyi tapmalıyam? Çulunu sudan çıxarmaq nə deməkdir? Birinci onun mənasını tapaq. Çulunu sudan çıxarmaq vəziyyətdən çıxmaq deməkdir, düzdürmü? Yəni bir təhlükəli çıxılmaz vəziyyət olduğu zaman biz o işin öhdəsindən gələ biliriksə deyirik, hə, çulun sudan çıxartdı, yəni vəziyyətdən çıxdı. İndi gəlin baxaq bir-bir və bilirik ki, frazeoloji birləşmələrin qarşılığı da məcazilik şəklində işlənməlidir cümlə daxilində, həqiqi mənada ola bilməz. O qədər yorulmuşdu ki, çulunu sudan çıxarıb yatmağa getdi. Hər kəs ondan üz döndərdi, amma o tək başına çulunu sudan çıxardı. Onun çulu ıslanmamışdı deyə sudan çıxarmağa ehtiyac olmadı. Uşaqlar çöldə çul oynayırdılar, sonra da sudan çıxarırdılar. Ümumiyyətlə, gördüyünüz kimi, burada bir müəyyən məna kəsbi var. Yəni, bəzi sözlər elə işlənib ki, biz onun mənasını bilmirik axı. Ona görə bir məna da lazım olur bizə. Ümumiyyətlə, çul nədir? Gəlin birinci bunu deyək. Çul at və yaxud da dəvə kimi heyvanların üstünə salınan, yəni yundan, belə deyək də, toxunan bir örtüydü, geyim şəklində. Köhnə paltara, köhnə geyimə də çul deyilir. Yəni, uşaqlar göldə çul oynayırdılar. Burada ümumiyyətlə məna pozuntusu var. Gördüyünüz kimi, yəni çul paltar deməkdir, geyimdir, bu alınmır. Onun çulu ıslanmamışdır deyə sudan çıxarmağa ehtiyac olmadı. Burada da əslində məna pozuntusu var, amma çulu ıslanmaq həqiqi ola bilər. Həqiqətən də çulu ıslana bilər. O səbəbdən, yəni burada cavab ola bilməz. O qədər yorulmuşdu ki, çulunu sudan çıxarıb yatmağa getdi. Bu, çulunu sudan çıxarıb yatmağa getdi, məna düz gəlmir. Yorulmaqla çulun sudan çıxarmağın əlaqəsi yoxdur. Bizə bu lazımdır. Hər kəs ondan üz döndərdi, amma o tək başına çulunu sudan çıxartdı. Biz çulunu sudan çıxarmaq dedik, vəziyyətdən çıxmaqdır da. Düzdürmü? Yəni, heç kim onu danışdırmasa da, ona köməklik olmasa da, tək başına vəziyyətdən çıxa bilir. Ona görə də bir də cavabımız B bəndidir. İkinci sualda deyir, cümlələrin birində buraxılmış hərf fərqlidir. Aha, gəlin baxaq. Görürsünüz, buraxılmışlar bunlardır və biz fərqli olanı tapmalıyıq. Combine M-la yazılır. Bomba M-lə yazılır. Lampa M-lə yazılır. Amma şənbə günü dedik, şən oluruq. Çünki şənbə günüdür də məktəb yoxdur, dərs yoxdur. Şən oluruq, xoşbəxt oluruq. Elə şən sözü ilə də yadda saxlayın ki, N-dır. Ona görə də 2-də doğru cavab C-dir. Hər şeydən əvvəl mənliyimi qorumaq istəyirəm cümləsində işlənmiş mənlik sözünün cümlədəki mənasını müəyyən edin. Baxın, yeni monitoring tipi imtahanında da, nazirlik tərəfindən keçirilən imtahanda da birinci sual məsələn frazeoloji birləşmə ilə bağlı düşmüşdü. İkinci sual istər bir qrammatika sualı idi. Üçüncü sualı isə söz boğçasına əsaslanırdı və mən düşünürəm ki, çox yaxşıdır ki, artıq şagirdlərə söz boğçasının öyrənilməsi istiqamətində, yəni müəllimlər iş təşkil edəcək. Çünki çox vaxt bu istiqamətdə işlər təşkil olunmur. Məsələn, mənlik söz. Və bizim vəsaitimizdə bunu da qeyd edim ki, hazırlanmış hər bir ilkin sınaq mövzu sınağına əsaslanır. Məsələn, mənlik sözü ilkin keçirilən mövzularda olduğu üçün biz də tərtibatda mənlik sözünü salmışıq ki, uşaqların artıq keçdiyi bir hissədən suallar olsun. Hər işin öhdəsindən tək başına gəlmək deməkdir. Egoistlik deməkdir. İftixar hissi, qürrələnmə, şəxsi ləyaqət hissi, heysiyyət, şərəf. Mənlik sözünü, bax deyir, hər şeydən əvvəl mənliyimi qorumaq istəyirəm, düzdürmü? Hər şeydən əvvəl mənliyimi qorumaq o deməkdir ki, mənlik, şəxsi ləyaqətin, yəni özün qorumaq istəyir də, heysiyyətin, xarakterin, şərəfin qorumaq istəyir. Mənaca 3-ə D uyğun gəlir.
Monitoringin yeni tipli imtahanında birinci metin şəkil əsaslanan mətindir. Yəni gördüyünüz kimi şəkildə var. Şəkildə iki nəsnənin, əşyanın müqayisəsi təsvir oluna bilir. Onlara aid xüsusiyyətlər qeyd olunur. Və daha sonra mətnimiz Lalə baharın gözəl elçisidir. Gəlin oxuyaq. Lalə təbiətin bizə bəxş etdiyi ən gözəl çiçəklərdən biridir. Bahar fəsli gəldikdə təbiət canlanır, ağaclar tumurcuqlanır, quşlar ötüşür və torpaqdan ilk çıxan rəngarəng çiçəklərdən biri də lalə olur. Lalə sanki təbiətin dilidir, bizə baharın gəldiyini xəbər verir. Lalənin çox gözəl və fərqli rəngləri olur. Ən çox rast gəlinən lalələr qırmızı rəngdədir. Lakin ağ, sarı, çəhrayı, bənövşəyi, narıncı və hətta qara rəngli lalələr də vardır. Lalələrin bəziləri tək rəngli, bəziləri isə bir neçə rəngin qarışığı ilə bəzədilmiş olur. Onların ləçəkləri hamar və incədir. Lalə çiçəyi adətən 6 ləçəkdən ibarət olur və bu ləçəklər bir yerə yığılaraq gözəl bir qönçə əmələ gətirir. Lalə uzun, yaşıl bir saplaq üzərində bitir. Onun yarpaqları da uzunsov və hamar olur. Lalələr toxumdan və ya soğandan çoxalır. Əksər hallarda bağbanlar lalələri soğandan əkirlər. Payızda torpağa əkilən lalə soğanları qışda torpaq altında dincələr və yaz gəldikdə cücərərək gözəl çiçəyə çevrilər. Lalə günəşi çox sevir. Günəşli və isti hava onun daha sağlam və gözəl açmasına kömək edir. Ona görə də lalələr adətən günəşli yerlərdə, açıq sahələrdə əkilir. Lalə yalnız Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində yetişdirilir. Amma dünyada ən çox lalə yetişdirən ölkə Hollandiyadır. Orada minlərlə hektar sahədə lalə bağları var. Hətta hər il Hollandiyada lalə festivalı keçirilir. Turistlər dünyanın hər yerindən ora gedib bu rəngarəng və gözəl mənzərəni izləyirlər. Azərbaycanda da lalələr çox sevilir. Parklarda, bağçalarda, məktəblərin həyətində, bəzəkli güldanlarda lalələrə tez-tez rast gəlmək olur. Xüsusilə yaz aylarında Bakıda keçirilən çiçək sərgilərində lalələr xüsusi yer tutur. Lalə həm də poeziyada və incəsənətdə çox istifadə olunur. Şairlər laləni sevgi və gözəlliyin simvolu kimi qələmə verirlər. Rəssamlar da əsərlərində tez-tez lalə çiçəyini təsvir edirlər. Bəzi nağıl və əfsanələrdə isə lalə sehirli çiçək kimi təqdim olunur. Məsələn, bir rəvayətə görə qırmızı lalə sevgi ilə yaranıb. Sevgililər ayrıldıqda onların göz yaşlarından torpaq lalə bitirib. Buna görə də lalə sadiqliyin, saf hisslərin simvolu sayılır. Lalə bizə təbiətin gözəlliyini xatırladır. O sadəcə bir çiçək deyil, baharın, təmizliyin, yeniliyin və sevincin rəmzidir. Ona görə də biz laləyə qayğı ilə yanaşmalı, onu qoparmamalı, bağçalarda, həyətlərdə əkib qorumağı öyrənməliyik. Yəni mətnləri də elə seçmişik ki, uşaqlara maarifləndirici mətnlər olsun. Məsələn, lalə haqqında bilmədiyi bir məlumatları öyrənsin, dünya görüşü artsın. Yəni həm dünya görüşünü artırası mətnlərdir, həm də əsl imtahan tipinə uyğun mətnlərdir. Mətnlərin də həcmin biraz böyük seçmişik ki, yəni bunun səbəbi də odur ki, uşaq keçən il imtahanda məsələn gedib birdən-birə böyük mətn görəndə öyrəşmədiyi bir vəziyyət olduğu üçün səbri çatmadı oxumağa və nəticə etibarilə Azərbaycan dili faizi riyaziyyat fənninin faizinə görə daha aşağı gəlmişdi ümumən. O səbəbdən də mətnləri artıq öyrəşsinlər deyə biz həcmləri nisbətən böyük seçmişik ki, uşaqlar artıq imtahanda hər tipi görmüş olsunlar. Dördüncü sual mətnə aiddir. Deyir, aşağıdakı hansı fikir mətnin məzmununa tam uyğundur? Lalələr qışda qar altında çiçək açır. Mətnimizdə belə bir məlumat yox idi. Lalələr yalnız Hollandiyada deyil, orada deyirdi, hətta Azərbaycanda da olur. Tam uyğun deyil. Lalə həm təbiətdə, həm də poeziyada sevilən bir çiçəkdir. Bəli, bizim mətndə də deyirdi ki, təbiətdə də rast gəlinir. Eyni zamanda poeziyada da, yəni şeirlərdə də, yaradıcılıqda, rəssamlıqda da laləyə xüsusi önəm verilir. Lalənin çiçəkləri sərt və qalın olmur. Əksinə incə və yumşaq olur. Yəni 4-də cavab C bəndidir. Mətndə hansı suala cavab yoxdur?
Lalə deyir hansı fəsildə yetişir? Bu var idi. Deyir ki, qışda əkilir, torpağın altında qalır, canlanır və yaza artıq o yetişir. Lalə hansı ölkələrdə yetişir? Var idi. Deyir ən çox Hollandiyada yetişir, amma başqa ölkələrdə də, hətta Azərbaycanda da yetişir. Lalənin saplağı var idi. Mətndəki uzun, yaşıl və incə olur. Lalə neçə gün təravətli qala bilir? Bu barədə bizə məlumat verilməmişdi. Cümləni mətndəki məlumatlara əsasən tamamlayın. Cümləmiz belədir. Lalə poeziyada və incəsənətdə tez-tez istifadə olunur. Çünki, baxın, belə sualların cavabını həmişə variantları oxumadan özünüz tapmağa çalışın. Tez-tez istifadə olunma səbəbi nə idi? Çünki o gözəlliyin, zərifliyin rəmzi idi də. Ona görə də yəni üstünlük verilirdi. Deyir şaada, o çox qədim dövrlərdən bəri insanlar tərəfindən tanınan və sevilən dərman bitkisidirmi? Xeyr. Onun saplağı digər çiçəklərdən daha uzun və qalın olduğu üçün qalın deyildi. O yalnız Hollandiyada xeyr, Azərbaycanda da yetişən bir bitkidir. Cavab B-dir. O öz gözəlliyi, rəngarəngliyi və təbiəti simvolizə edən mənəvi dəyəri ilə insanlarda dərin hisslər oyadır. Bu da şairlər və rəssamlar üçün ilham mənbəyi olur. Verilən fikirlərdən biri lalə çiçəyinə aid deyil. Lalə çox ətirli və güclü qoxuya malik bir çiçəkdir. Bizə mətndə lalənin ətrindən danışmırdı, düzdürmü? Çox güclü qoxusu olmasından danışmırdı. Gəlin bir də mətnə baxaq. Bizə nədən danışır? Lalənin sevgi və gözəlliyi rəmzi olmasından, düzdürmü? Lalənin incəliyindən danışır, sadiqliyi və saf hissləri təsvir etməsindən, rəngarəngliyindən danışır. Baxın, mətnə bir-bir baxıram və sizin üçün analiz edirəm. Daha sağlam və gözəl açmasından danışır, yetişmə şəraitindən danışır və rəngarəng gözəl mənzərəsindən danışır. Yetişmə şəraitindən danışır, ləçəklərin quruluşundan, saplağın quruluşundan danışır, çox gözəl və fərqli rəngləri olmasından danışır, amma lalənin qoxusundan danışmır. Deməli, elə cavabımız nə olur? Baxın, mətni gedib analiz etməsəz, bu sizə düz kimi gələcək ki, güldür də, gül ətirli olar. Amma görürsünüz, mətndə heç bir belə fakt yox idi. Ona görə 7-də A olacaq. Lalə bahar fəsli gəldikdə çiçək açır? Bəli. Lalə poeziya və incəsənətdə gözəlliyin simvoludur? Bəli. Lalə bir çox fərqli rənglərdə bitə bilir? Bəli. Cümləni mətndə verilən məlumatlara əsasən tamamlayın. Lalə baharın simvolu hesab olunur. Çünki nəyə görə baharın simvolu hesab olunurdu? Yəni baharda yetişirdi də əslində, o səbəbdən də ola bilər ki, baharda yetişdiyi üçün. O yay aylarında digər çiçəklərlə yayda açmır, baharda, yəni yazda açır. Qoxusu yoxdur. O yalnız meşələrdə bitmir, yəni nadir hallarda da görünmür. O yazın ilk aylarında çiçək açaraq təbiətin oyandığını göstərir və insanlara sevinc hissi bəxş edir. Verilmiş mətnin 3-cü abzasını hansı yarım başlıqla adlandırmaq olar? Gördüyünüz kimi abzasla işləmə bacarığı da şagirddə formalaşsın deyə, yəni biz abzaslarla bağlı suallar da salmışıq ki, yəni bu həm də imtahanda düşə biləcək yeni tiplərə əsaslanır ki, növbəti imtahanlarda bu şagirdlərin qarşısına çıxa biləcək tipdir. 3-cü abzasda nədən danışır? Lalələrin çoxalmasından, yetişməsindən. Çünki niyə? Deyir ki, bizdə yaz gəldikdə cücərərək gözəl çiçəyə çevrilir və s. bundan danışır. Onda görə hansı uyğun gəlir bizdə? Lalənin baharın müjdəçisi, xeyr. Lalələrin yetişdirildiyi ölkələr, xeyr. Lalənin qorunması, xeyr. Lalələrin çoxalması və böyümə şəraiti, bəli. Çünki orada yalnız yetişməsindən danışmırdı, eyni zamanda çoxalmasından da danışırdı. Sonuncu abzası gəlin baxaq. Lalə bizə təbiətin gözəlliyini xatırladır. Sadəcə bir çiçək deyil, rəmzdir. Ona görə də biz laləyə qayğı ilə yanaşmalıyıq, qoparmamalıyıq və qorumalıyıq. Və onda bizə nədən deməli danışmış oldu? Oxucunu lalələri qorumağa təşviq etmək. Təşviq etmək, yəni səsləmək, çağırmaq mənasında. Ona görə də onda cavab B bəndidir.
Çiçək sərgisində lalələrin də yer alması hansı abzasda öz əksini tapır? Əlbəttə ki, gəlin baxaq 5-ci abzasımıza. Xüsusən yaz aylarında Bakıda keçirilən çiçək sərgilərində lalələr xüsusi yer tutur. Deməli, elə cavabımız 5-ci abzasıymış. Şəkili əsasən, baxın, keçən ilki yeni monitoring imtahanında da sonuncu, yəni 12-ci sual, birinci mətnin sonuncu sualı şəklə əsas tanırdı. O səbəbdən şagird şəkildən baxıb seçməlidir. Lalə və zambağın fərqi nə idi? Şəkildə lalədə yazılmışdı ki, heç bir qoxusu yoxdur, amma zambağa yazılmışdı ilahi bir qoxusu var. İlahi qoxu deyəndə, yəni onun gözəl qoxusunu nəzərdə tutur. Deməli, cavabımız olacaq, lalə qoxusuz olur, zambağın isə ilahi qoxusu var. 12-də cavab C bəndidir. 13-dən 21-ə qədər olan tapşırıqlar isə köhnə ayaqqabı mətninə əsaslanacaq və bu mətnimiz bizim biraz həcmcə böyük olur. Niyə görə? Dediyimiz kimi, keçən ilki monitoring imtahanına əsaslanaraq və bu bədi mətindir. Və qeyd edim ki, vəsaitimizi istənilən kitabxanalardan əldə edə bilərsiniz və yaxud da bizim özümüzdən də sifariş verə bilərsiniz ki, 055 527 25 99 nömrəsinə yazaraq da sifariş verə bilərsiniz və yaxud da istənilən kitabxanaya da yaxınlaşaraq vəsaitimizi əldə edə bilərsiniz. Bir zamanlar böyük və varlı bir şəhərdə Əmir adlı bir tacir yaşayırdı. Onun dükkanları, karvanları, qulluqçuları çox idi. Amma Əmir həm də təkəbbürlü, özündən razı bir insan idi. Kasıblara yardım etməz, böyüyün sözünü saymaz, kiçiyini isə heç saya almazdı. Onun bircə qaydası vardı. Hər kəs öz gücünə görə yaşamalıdır. Mən bu var dövləti əziyyətlə qazanmışam, kimsəyə minnət qoymaram. Əmirin yaşadığı şəhərdə Əli Baba adlı qoca bir kişi vardı. O sadə həyatı olan, hikmətli və mehriban bir insan idi. Hər kəs ondan bir söz eşitmək istəyirdi, çünki o dinclik, səbir və mərhəmət haqqında danışardı. Əmir isə bu qocaya yuxarıdan baxar, onu faydasız nəsihətçi adlandırardı. Bir gün şəhərdə böyük bir bazar quruldu. Əmir də bazarda öz mallarını sərgiləyir, qiymətli parçalar, qızıl əşyalar və bahalı ətirlər satırdı. Birdən-birə göydə qara buludlar toplandı, şimşək çaxdı və güclü yağış başladı. İnsanlar çaşbaş qalıb mallarını yığmağa başladılar. Əmirin də bir neçə qulluqçusu palçığın içində malları yığmağa başladı. Ancaq gözlənilmədən bir qarışıqlıq yarandı. Oğrular bundan istifadə edib Əmirin karvanına hücum etdilər. Qısa müddətdə bütün qiymətli əşyalar yox oldu. Əmir bir günün içində var dövlətini itirdi. Heç kim ona borc vermədi. Heç kim ona kömək etmədi. Çünki o heç vaxt kiməsə kömək etməmişdi. Günlər keçdi, Əmir küçələrdə ayaqyalın yeməksiz dolaşmağa başladı. Bir gün Əmir köhnə bir məscidin həyətində oturub acından titrəyəndə qoca Əli Baba ona yaxınlaşdı. Əlinə bir cüt köhnə, lakin təmiz ayaqqabı verdi və dedi: "Bax oğul, bu köhnə ayaqqabılar sənin halındakı insana çox qiymətli ola bilər. Elə bu da bir dərsdir. Zamanın nə gətirəcəyini heç kim bilmir. Varlı ikən ürəkləri qırmaq asandır. Amma kasıb düşəndə bir salam belə çox qiymətlidir." Nəsihəti heç vaxt ucuz sayma. Çünki nəsihət insanı bəladan öncə qoruyan bir qalxandır. Əmir yaşlı kişinin sözlərini dinləyib sustu. Əvvəlcə utandı. Sonra aşağı başını salıb göz yaş tökdü. O gündən sonra Əmir Əli Babanın yanında qalmağa başladı. O kasıblara yemək payladı, uşaqlara nağıl danışdı, yaşlılara qulluq etdi. İllər keçdi, Əmir yenidən az-az qazanc əldə etməyə başladı. Amma bu dəfə o qazandığı hər şeyi insanlarla bölüşürdü. Çünki artıq o nəsihətin dəyərini bilirdi. Ən qiymətli sərvətin pul yox, hikmət, mərhəmət və insanlıq olduğunu anlayaraq yaşadı. Bir gün şəhərin ortasında böyük bir daş lövhə qoyuldu. Üzərində bu sözlər yazılmışdı. İnsan nəsihəti ucuz sayanda həyat ona bahalı dərs verir. 13-cü suala baxırıq. Bizdən mətnin məzmunu ilə bağlı səhv fikirləri istəyir.
Baxın, oğurluq hadisəsi deyir, nə vaxt baş vermişdi, harda baş vermişdi, bir də ayaqqabı verilməsi. Ayaqqabı məscidin həyətində yazılıb burada. Məscidin həyətində verilmişdi. Yıxılanda mı? Yıxılanda deyil idi zaman, sadəcə orada oturmuşdu, o zaman olur. Deməli 3 səhvdir. Baxın, cavablar da buradadır. 3 səhvdir deyə biz A ilə B-nin arasında qalırıq. Oğurluq harda olmuşdu? Baxın, oğurluq hadisəsinə gəlin baxaq. Oğrular bundan istifadə etdilər. Baxın, güclü yağış yağmağa başladı. Deməli, həqiqətən də yağış yağırdı və kənd yox, bazarda baş verir oğurluq. Ona görə də 2 də yanlışdır. Yəni 2 ilə 3-dür yanlış olan, cavab B bəndidir. Keçən ilki imtahanda bu tipdə sual düşmüşdü cədvəl tipində. Mətndə verilmiş ifadələrdən hansı məcazi mənadadır? Əmir küçələrdə ayaq yalın, ac dolanmağa başlar. Həqiqətən də insan ac ola bilir və ayağı yalın, yəni ayaqqabısız, corabsız gəzə bilir. Bu həqiqidir. Əli baba ona bir cüt köhnə, lakin təmiz. Əlbəttə, ayaqqabı köhnə də ola bilər, təmiz də ola bilər. Nəsihət insanı bəladan öncə qoruyan bir qalxandır. Nəsihəti qalxana bənzətdi. Deməli, bu məcazidir. Əmir bazar qurulanda öz mallarını sərgiləyirdi. Bu da həqiqidir. Nəsihət insanı bəladan öncə qoruyan bir qalxandır cümləsində müəllif nəyi nəzərdə tutur? Yəni deyir, nəsihətə qulaq as ki, sən nəyisə bilmirsənsə, kiminsə böyüklərin sözündən faydalan da, ondan faydalan ki, o səni qorusun. Həmişə cavablardan əvvəl birinci özünüz cavabı beyninizdə tapın, sonra variantlara baxın, cavabınıza yaxın olanı seçin. Mən dedim fikrimi, indi gəldi bax C bəndi. Nəsihət insanı pis əməllərdən çəkindirərək gələcəkdə qarşılaşa biləcəyi problemlərin qarşısını alır. Yəni, məsələn, tutalım ki, mən bu gün nə isə səhv edirəm. Mənim valideynim mənə deyir ki, bax, qızım, sən bunu düz etmirsən. Gələn dəfə bunu belə etsən daha yaxşı olar. Mən onun nəsihətinə qulaq asıb gələn dəfə etməyəndə həqiqətən də görürəm ki, bu mənim üçün faydalı oldu. Deməli, nəsihəti dinləmək lazım imiş. Mən gələcəkdə yenə eyni səhv etməyəcəm və bu məni bir çox problemlərdən qoruyacaq. Aşağıdakı ifadələrdən hansılar mətndə əmirin yaşadıkları hadisəni doğru əks etdirir? Biz doğru olanları seçməliyik. Əmir əvvəlcə kasıblara yardım edər, sonra isə təkəbbürlü biri olmuşdu. Xeyr, əksinə olmuşdu. Əvvəlcə təkəbbürlü idi, sonra yardım edir. Əmir bazarda var dövlətini itirdikdən sonra heç kim ona kömək etmədi. Bəli, heç kim kömək etmir. Əmir bir cüz köhnə ayaqqabı aldı və varlı günlərinə qayıtdı. Xeyr, ayaqqabı almaqla varlı günə qayıtmır. Yavaş-yavaş pul qazanmaqla qayıdır. Əmir zamanla dəyişdi və insanlara kömək etməyə başladı. Bu da doğrudur. 2 və 4 cavab B. Bəs desəz ki, 3-də daha doğrusu burada heç kim ona kömək etmədini niyə düz götürdü? Çünki ona həqiqətən də mətndə deyilir ki, heç kim ona kömək etmədi. Yəni, axırdan axıra Əli baba gətirir, ona bir cüt ayaqqabı verir. Amma itirən kimi heç kim ona yaxın durmur. Əmir yaşadığı bu hadisədən sonra sizcə hansına qərar verəcək? Əlbəttə ki, yaxşı insan olmağa qərar verər deyə düşünürəm. İnsanlara kömək etməyin və nəsihətə qulaq asmağın həyatda ən böyük sərvət olduğunu anlayacaq. Elə baxın, məzmunumuz budur. Yenidən deyir, var dövlət toplamaq üçün daha sərt və qəddar olacaq. Xeyr, o artıq başa düşmüşdü səhvini. Başına gələnlərə görə Əli babanı günahlandıracaq. Xeyr, Əli baba onun yanında olur. Keçmişdə etdiyi yaxşılıqları xatırlayıb, keçmişdə yaxşılıq etmirdi. Çünki o təkəbbürlü insan idi. 18-ci tipli sualdan da düşmüşdü. Mövzu və ideya verilmişdi ki, biz də vəsaitimizdə eyni tip suala yer vermişik ki, uşaqlar mətnin mövzusunu və ideyasını fərqləndirə bilsinlər. İdeya yadınızda saxlayın ki, mətndən çıxartdığımız nəticədir və əsasən də atalar sözləri ilə ifadə olunur. Mövzu isə yəni mətndə nədən danışılır, qısa şəkildə onun ifadəsidir. Təkəbbürlü bir tacirin varlanma hekayəsi mövzu ola bilər. Səylə çalışan insan gec-tez mükafatını alar. Bu da əlbəttə ki, ideya ola bilər. Tacir əmirin var dövlətini itirməsi və sonradan dəyişməsi. İnsan nəsihəti ucuz saymamalı, mərhəmətli olmağı öyrənməlidir.
Bu da mövzu olaraq işlənə bilər və ideyamız da uyğundur. Əli Babanın kasıblara kömək etməsi, kasıblar həmişə ehtiyacı olanlara yardım etməlidir. Yəni kasıblara həmişə ehtiyacı olanlara yardım edilməlidir. Bu fikir də doğrudur. Çünki bizim varımızdırsa kiməsə mütləq yardım etmək lazımdır. Bazarda oğruların hücumu. Bizim mövzumuz bu deyil idi. Bizim mövzumuz nəsihət idi, dəyişim idi. Və ticarətdə ehtiyatlı olmaq vacibdir. Bu da bizim ideyamız deyil idi. Yəni insanda başına hər bir şey gələ bilər. Yəni bu bir hadisədir. Hamının başında müəyyən bir hadisələr baş verə bilər. Ona görə də səhv fikir deyibəndidir. Varlı ikən ürəkləri qırmaq asandır, amma kasıb düşəndə bir salam belə çox qiymətlidir. Nəyə görə bu fikir düzdür? Çünki deyirsən varlısan, sənin ona ehtiyacın yoxdur deyə kimisə qəlbin qırırsan. Amma sən kasıbsan deyə istəyirsən ki, sənə salam belə olsa versinlər də, sən gözləyirsən axı ona görə. Varlı insanlar daim diqqət mərkəzində olduqları üçünmü? Xeyr. İmkanlı insanlar çox danışdıqda daha çox səhv edirlər? Xeyr. Kasıblar varlıları sevmədiyi üçün onlarsa? Xeyr. Varlılarla düşmənçiliyi yoxdur ki. İnsan sadəcə varlı olanda başqalarını saymır, amma kasıb düşəndə kiçik bir diqqətə belə ehtiyac duyur. Ona görə də cavabımız olacaq deyib bəndi. Aşağıdakılardan hansı köhnə ayaqqabı hekayəsinin abzaslarına yarımbaşlıq ola bilməz? Təkəbbür və biganəlikdən danışırdı. Qəfil itki və peşmanlıq, oğurluq hadisəsi danışırdı. Həyat dərsi verilir ona, amma dostluqdan, vəfadan danışmır. Ona görə də 20-də C bəndidir. Mətnin məzmununa əsasən oğurluqdan sonra əmir nə olur? Dəyişir, xarakterin dəyişir. Bu da hardadır? Yenidən var dövlətini deyir bərpa etdi, əvvəl kimi yaşamağa başladı, xeyr. Əli Babaya kömək etmək üçün, xeyr. Başqa bir şəhərə köçüb hər şey unutmağa başladı, xeyr. Küçələrdə ayaq-yalın dolaşdı, heç kim kömək ala bilmədi. 22-dən 30-a qədər olan mətnimiz isə deməli elmi əsaslanır və müqayisəli şəkildə vermişdi deyə monitoring imtahanında biz də mətnlərimizdən iki nəslənin elmi cəhətdən müqayisəsinə yer ayırmışıq və bu mətnimiz stolüstü kompüter və notebookdur. Yəni kompüterlərlə notebookların fərqləndirir. Oxuyaq. Bugün kompüterlər həyatımızın ayrılmaz hissəsinə çevrilib. Onlar bizə dərs hazırlamaq, yazı yazmaq, şəkil çəkmək, oyun oynamaq və internetdə məlumat tapmaqda kömək edir. Ən çox istifadə etdiyimiz kompüterlərdən ikisi stolüstü kompüter və notebookdur. Stolüstü kompüter, kompüter növləri içində ilk yaranan növdür. 1970-ci illərdə istifadəyə verilib. Bu kompüterlər böyük olur və adətən masa üzərində yerləşdirilir. Onların hissələri ayrıdır. Ekran, monitor, klaviatura, siçan və əsas sistem bloku. Stolüstü kompüter daha güclü işləyir və bir yerdə uzun müddət istifadə etmək üçün əlverişlidir. Ancaq bu kompüterləri başqa yerə aparmaq çətindir. Çünki onlar ağır və böyükdür. Həmişə diqqətinizi cəlb edən cümlələrin altından xətt çəkin ki, rahat işləyəsiniz mətnləri. Notebook isə sonralar 1981-ci ildə hazırlanıb. O kiçik və yüngüldür. Notebookun bütün hissələri bir yerdədir. Ekran, klaviatura və siçan bir qurğudadır. Onun içində batareya olur. Buna görə də elektrikə qoşulmadan bir neçə saat işləyə bilir. Bu onu məktəbə, səfərə və ya başqa bir yerə aparmaq üçün çox əlverişlidir. Bu iki kompüterin oxşar cəhəti ondan ibarətdir ki, hər ikisi məlumatları emal edir, proqramları işlədir və insanlara gündəlik işlərində kömək edir. Fərqləri isə ölçülərində, daşınma rahatlığında və enerji ilə işləmə formasındadır. Stolüstü kompüter yerində qalır, notebook isə asanlıqla daşınır. Lakin bu cihazlardan çox istifadə edərkən diqqətli olmaq lazımdır. Çox uzun müddət kompüter qarşısında oturmaq gözlərə zərər verə bilər. Eyni zamanda düzgün oturmamaq bel ağrılarına səbəb ola bilər. Kompüterlərdən çox istifadə edən uşaqlar bəzən açıq havada oynamır. Bu da sağlamlığa mənfi təsir edə bilər. Buna görə də kompüterlərdən istifadə edərkən fasilə vermək və onu düzgün məqsədlə işlətmək vacibdir. 22-ci suala baxıram, deyir mətnin məzmununa əsasən aşağıdakılardan hansını söyləmək olar? Görək hansını söyləyə bilərik? Stolüstü kompüter deyir bütün hissələri xeyr. Stolüstü də ayrı idi.
Notebook rahat daşınır və istənilən yerdə istifadə oluna bilər. Notebook rahat daşınır, düzdür və rahatda o istifadə olunur. Cavab B-dir. Stolüstü kompüterləri başqa yerə aparmaq çətindir, çünki onlar ağır və kiçik deyil, böyükdür. Kompüterlər yalnız oyun oynamaq üçün istifadə olunur. Xeyr. Mətnə əsasən notebook haqqında yanlış fikir. Baxın, keçənki imtahanda da, yəni yeni monitoring imtahanında da suallar belə idi ki, mütləq hər iki nəsliyə aid ayrı-ayrılıqda suallar verilirdi. Məsəl üçün, buna aid yanlış fikri seçin, buna aid doğru fikri seçin. Bunların fərqləndirici xüsusiyyəti hansıdır? O səbəbdən mətn də fərqləndirici mətindir. Deyir ki, bizə səhvi seçin notebook haqqında. Notebookun bütün hissələri bir qurğudadır. Notebook batareya işləyə bilir və elektrikə qoşulmadan istifadə olunur. Düz deyir. Qoşula bilər elektrik, amma istifadə edəndə biz məcbur deyilik onu elektrikə qoşaq. Notebook çox ağır və böyük olduğu üçün bu səhvdir, bu stolüstüyə aiddir. Yəni cavab C bəndidir. Stolüstü kompüterlər haqqında hansı fikir yanlışdır? Stolüstü kompüterlərin hissələri bir yerdədirmi? Xeyr. Ayrı, bizə demir ki, bir yerdədir doğrudan. Yəni, bir yerdə sözün deməyibsə, zaten onsuz da doğru fikirdir. Stolüstü kompüterlər kiçik ölçülü və asan daşınan qurğulardır. Xeyr, bunu bayaq da dedik ki, əksinə böyük olur və daşınması da çətindir. 25-ci sualda deyir ki, verilən fikirlərə əsasən nəticəni müəyyən edin. Fərziyyə 1, fərziyyə fikir deməkdir. Bütün notebooklar portativ, yəni daşına bilən cihazlardır. Həmidin kompüteri notebookdur. Bu bir növ sillogizmdir. Deməli, ikisindən uyğun bir fikir çıxartmalıyam. Mən onda nə başa düşdüm? Notebookdursa portativ cihazdır, yəni daşına bilən cihazdır. Həmidin kompüteri portativdir. Yəni cavab A bəndidir. Kompüterlərdən, bu yeni tipdir. Bu keçənki imtahanda yox idi, amma növbəti imtahanlarda əlbəttə ki, yeni tip kimi rast gələ biləcəyiniz tipdir. Kompüterin istehsalı nəticəsində hansı hadisə baş verdi? Əlbəttə ki, kompüter inkişaf olunubsa, deməli artıq texnologiya inkişaf edir və insanın işi asanlaşır. Mətnin məzmununa əsasən aşağıdakılardan hansı yanlış fikirdir? Gəlin baxaq. Stolüstü kompüterin hissələri ayrı-ayrıdır və adətən masa üzərində yerləşir. Bu deməli doğru fikirdir və bizdən yanlışı istəyir. Fərqləri ölçülərində, daşınma rahatlığında və enerji ilə işlənmə formasındadır. Bu da doğru fikirdir, yəni B-də getdi. Stolüstü kompüterlər asan daşınır və yolda xeyr, asan daşınmır. Çünki biz dedik hissələri ayrı-ayrıdır deyə çətin daşlar. Həm notebook, həm də stolüstü kompüter insanlara gündəlik işlərdə kömək edir. Bu da doğrudur. Mətnə əsasən stolüstü kompüter və notebookun fərqləndirici xüsusiyyətləri ilə bağlı yanlış istəyir. Stolüstü kompüterlər adətən sabit yerdə istifadə olunur, daşınması çətindir. Notebooklar kiçik, yüngül və batareya ilə işləyə bildiyi üçün rahat daşınır. Stolüstü kompüterlər də notebook kimi eyni enerji formasında işləyir. Notebooklar istənilən yerdə istifadə edilə bilir. Cavab C-dir, çünki biz dedik ki, notebook, yəni enerji formasına görə batareyası daxilindədir. Mətnə əsasən nəticələrdən hansını çıxarmaq mümkün deyil. Notebooklar stolüstü kompüterlərdən daha güclüdür. Baxın, bizə gücündən danışmırdı ki, demirdi ki, bu zəifdir, bu güclüdür. Elə ona görə cavab A-dır. Stolüstü kompüterlər sabit istifadə üçün nəzərdə tutulmuşdur, düzdür. Kompüterlərdən çox istifadə edən uşaqlar bəzən açıq havada oynamır. Bu da deyir, o sağlamlığa zərərdir. Hər iki kompüter növ insanların gündəlik işini asanlaşdırır. Bu da doğrudur. Sonuncu Azərbaycan dili sualımıza baxırıq. Sonuncu abzas deyir. Sonuncu abzas nədən danışırdı? Deyir ki, yəni kompüterin zərərləri var. Yəni bunlardan nə etmək lazımdır? Qorunmaq lazımdır. Yəni zərər və təhlükələrdən danışırdı. Ona görə də 30-da cavab A bəndidir. Beləliklə ikinci monitoring sınağımızın, yəni mövzu sınağımızın sonuna gəldik. Ümid edirik ki, izah hər birinizə yararlı oldu. Nəticələrinizi mütləq rəqlərdə bizimlə bölüşün və eyni zamanda çox xoş olar ki, hansı sınaqlardan, hansıların daha çox izahını istəyirsinizsə, bunu da rəylərdə qeyd edin. Biz növbəti həftələrdə sizinlə bölüşək. Hələlik.